14 oktyabr. Hirslənməyin, yardım edin. Kiminsə qoltuğundan və ya ağzından pis qoxu gələndə hirslənirsən? Nəyə görə? Hirslənməyin nə mənası var? Deyə bilərsən ki, onun dərrakəsi var. Məgər başqalarının incitdiyini anlamır? Sənin də dərrakən var. Onları oyatmaq üçün öz dərrakəndən istifadə et. Əgər həmin adam səni dinləsə, nahaq yerə qəzəblənmədən ona yaxşılıq etmiş olacaqsan. Mark Avreli, düşüncələr. Təyyarədə yanınızda əyləşmiş adam ucadan danışır və çox vurnuxur. Dişlərinizi qıcayırsınız, ona bütün varlığınızla nifrət edirsiniz. Çünki o kobud, ədəbsiz və cahil bir insandır. Onu öldürməkdən özünüzü güclə saxlayırsınız. Qəribədir, bu fikirlər ağlınıza həmin adamdan nəzakətlə susmağı, ya da yerini dəyişməyi tələb etməkdən daha əvvəl gəlir. Həm özünüzə, həm də yanınızdakı insana yaxşılıq etməyi yox, acığından zəncir gəmirməyi tərcih edirsiniz. Qarşınızdakı adamın mədəni, anlayışlı olmasını istəyirsiniz. Gözləyirsiniz ki, möcüzə baş versin, həmin adam qəfildən mədəniləşsin, özü də acığınızdan zəncir çeynəyə-çeynəyə. Kim daha kobuddur, həmin adam yoxsa siz? Bu barədə düşünün. 15 oktyabr. İnsanlara etimad edin. Hər şey sənin düşüncəndən, düşüncən isə sənin özündən asılıdır. Odur ki, istədiyin zaman hansısa fikri, mühakiməni özündən uzaqlaşdıra, qayalıqdan keçib sakit limana varan dənizçi kimi aram tapa bilərsən. Mark Avreli, düşüncələr. ABŞ Ali Məhkəməsinin hakimi Oliver Wendell Holmes'un belə bir fikri var. Bir it belə adamın ona təsadüfən ilişdiyini, yoxsa təpik vurduğunu ayırt edə bilir. Nə vaxtsa istəmədən itinizin pəncəsini tapdamışsınız? Pəncəsi tapdanmış it hürüb zingildəyir, çünki ağrı hiss edir. Sonra o ayağını kimin tapdadığını görür, sizin nəvazişli səsinizi eşidir və quyruğunu bulamağa başlayır. Ərdəmli insan digər insanları dərhal mühakimə etmir. Baş vermiş məşum hadisənin təkrarlanmayacağını, baiskarın əslində günahsız olduğunu, məzkur əməli qəsdən törətmədiyini düşünür. Olaylara bu cür yanaşmaq həyatı asanlaşdırır və bizim daha anlayışlı olmağımızı təmin edir. Hər yerdə zərrəbinlə pis niyyət axtarmaq həyatı qəlizləşdirir, dözülməz edir. Mark Avrelinin haqqında danışdığı sakit limana varmaq istəyirsiniz? İnsanları mühakimə etməyə tələsməyin, vicdanınızın səsinə qulaq asın və xoş ehtimallar barəsində düşünün. 16 oktyabr. Hamı eşitsin. İstedadlı, zəki insanların əksəriyyəti ərdəmi mahiyyətini asanca başa düşür. Ərdəmi canına çəkir. Zəiflərin, tənbəllərin, mübtəlaların çirkli ruhu müntəzəm surətdə təmizlənməlidir. Özünü fəlsəfənin ixtiyarına verən insan pis vərdişlərdən, məşum fikirlərdən qurtula bilər. Seneca, Əxlaqi məktublar. Stoisizm evangelik din deyil. Siz kimisə xilas etməyə məcbur deyilsiniz. Heç kəs Epiktetin, Mark Avrelinin fikirlərindən bixəbər olduğu üçün cəhənnəmə düşməyəcək. Amma hazırda daha yaxşı yolu bələdlədiyinizə görə başqalarına yardım edə, müdrikliyinizi, ideyalarınızı dostunuzla və ya hansısa yabancı ilə bölüşə bilərsiniz. Lakin unutmayın ki, davranış danışıqdan daha yararlıdır. Seneca'nın dediyi kimi, hər kəs fəlsəfənin prinsiplərindən faydalanmağa layiqdir. Köməyinizə, məsləhətinizə ehtiyacı olan insanlara kömək edin, məsləhət verin. Bunu etməyə borclusunuz. 17 oktyabr. Nəzakətin faydaları. Yaxşılıq yalnız zərurət yarananda bastırıldığı yerdən çıxarılan dəfinədir. Təbiət bizə başqalarına faydalı olmağı əmr edir. Bir yerdə insan varsa, yaxşılıq etməyə imkan da var. Seneca, xoşbəxt həyat haqqında. Yəqin ki, bugün kiminləsə görüşəcəksiniz. Dostunuzla və ya tanışınızla. Atüstü və ya uzun uzadı söhbət edəcəksiniz. Fərqi yoxdur. Bu, nəzakətli olmaq, xeyirxahlıq etmək üçün əlimizə keçən girəvədir. Nəzakətin həm sizə, həm də müsahibimizə faydası var. Onun həyatı ilə maraqlana, nəyə ehtiyacı olduğunu soruşa, lazım gəlsə ona kömək edə bilərsiniz. Əlbəttə, onun da sizə yaxşılıq edəcəyini, nəzakətlə cavab verəcəyini əminliklə söyləyə bilmərik. Onsuz da sizi maraqlandıran məsələ bu deyil. Həmişəki kimi nəzarətiniz altında olan şeylərə fokuslanmalısınız. Hamiyə qarşı nəzakətli olmaq sizin özünüzdən asılıdır. 18 oktyabr. Dost bildiyimiz düşmənlər. Qurdla quzu dost ola bilməz. Yaxşı, xeyirxah, səmimi insanı gözlərindən tanımaq olar. Bu keyfiyyətləri gizlətmək mümkün deyil. Mark Avreli, düşüncələr. Aydın məsələdir ki, əxlaqsız, ikiyüzlü insanlardan gen gəzməliyik.
Qısqanc dostdan, narsist valideyndən, etibarsız partnyordan. Mark Avreli bizi saxta dostlardan uzaqlaşmağa çağırır. Bəs biz öz dostlarımıza qarşı səhvə yol verdiyimiz anları götür-qoy etsək nə olar? Axı stoisizm insanın başqalarını yox, məhz özünü mühakimə etməsidir. Hamımız nə vaxtsa kimlərinsə mehriban düşməni olmuşuq. Üzlərinə gülüb, başqalarının yanında gerçək hisslərimizi dilə gətirmişik. Ya da kimlərləsə vaxt keçirmişik. İşlər yaxşı gedəndə onların qayğısına qalmışıq. Həqiqətən, köməyə ehtiyacları olanda isə onlardan üz çevirmişik. Belə davranışlar insan heysiyyəti ilə uyuşmur. Nə vaxtsa kiminsə pis dost olduğunu iddia edəndə bunu özümüzə xatırlatmalıyıq. 19 oktyabr. Yaxşı vərdişlər pis vərdişləri qovur. Vərdiş güclü təsirə malikdir. İstəklərimizin xaricində olan nəslinlərdən qaçmaq, ya da onlara malik olmaq üçün instinktlərimizi izləmək adətkarda olduğumuz bir şeydir. Buna görə də biz əks vərdiş əxz etməliyik. Təsəvvürlər dəyişkən olanda təmrinin bizə verdiyi gücdən istifadə etmək lazımdır. Epiktet, söhbətlər. Kimsə evinizə gələndə itiniz bərkdən hürsə, görə biləcəyiniz ən pis iş qışqırmaqdır. İtin təsəvvüründə siz də hürmüş olursunuz. İt qaçsa onu izləməyin də mənası yoxdur. Elə biləcək ki, siz də qaçırsınız. Hər iki senaridə ən yaxşı variant itin diqqətini yayındırmaqdır. Ona oturmasını ya da öz damına getməsini əmr edin. Qəlbləri sındırın, mənfi impulsları əngəlləyin. Bu bizim özümüzə də aiddir. Pis vərdişi ərdəmə bağlılığımızla zərərsizləşdirə bilərik. Məsələn, bugün işləməyə həvəsiniz yoxdur. Dərinə gedib bununla mübarizə aparmayın. Qalxın, fikrinizi dağıtmaq, yenilənmək üçün biraz gəzin. İstəmədən pis sözlər irad edəndə özünüzü danlamayın. Söylədiyiniz fikri yumşaltmaq üçün xoş sözlər deyin. Mövcud vərdişlərinizlə mübarizə aparın və inkişaf etmək üçün təmrinin gücündən istifadə edin. Əgər hansısa məşğələdə və ya layihədə kəsə yolla getdiyinizin fərqinə varsanız, özünüzdən soruşun. Mən daha da qabağa gedə, bundan da artığını bacara bilərəmmi? Yaxşı vərdişlər pis vərdişləri sıxışdırır, qovur. Bilirik ki, hansısa vərdişə yiyələnmək asan məsələdir. 20 oktyabr. Yaxşı bir həyatın əlamətləri. Çox cəhd etmisən, amma heç nədə gözəl həyatı tapa bilməmisən. Nə sillogizmdə, nə sərvətdə, nə şöhrətdə, nə də başqa bir şeydə. Bəs onu necə tapmaq olar? İnsan təbiətinin tələblərini yerinə yetirərək. Bəs bu tələbləri necə yerinə yetirəcəksən? Prinsiplərini, istəklərinin, davranışlarının mənbəyinə çevirərək. Hansı prinsipləri? Yaxşılıq və yamanlığa dair prinsipləri. Yaxşılıqla yamanlığın mahiyyətini anlasan, ədalətə, ağıla, mətanətə, azadlığa xidmət etməyən şeylərin insan üçün xeyirli olmadığını bilərsən. Ədalətə, ağıla, mətanətə, azadlığa xidmət etməyən şeylər şərə xidmət edir. Mark Avreli, düşüncələr. Həyatın mənası nədir? Mən nə üçün dünyaya gəlmişəm? Bir çox insanlar bu suallara cavab tapmağa çalışırlar. Bəziləri cavanlıqda, bəziləri qocalana kimi. Bu yolda nadir hallarda nələrsə tapa bilirik. Bunun səbəbi əsas şeyi nəzərdən qaçırmağımızdır. Viktor Frankl İnsanın Məna Axtarışı kitabında yazır. Bu sualları vermək bizim işimiz deyil. Əksinə, bu sualları bizim özümüzə verirlər. Cavab isə həyatlarımızdır. Səyahətlər, oxuduğunuz kitablar, həyatın hər üzünü görmüş müdriklər sizə bilmək istədiyiniz şeyi söyləyə bilməz. Əslində bu sualların cavabını davranışınızda, həyat tərzinizdə tapmalı olan sizsiniz. Ədalətin, cəsarətin, məntiqin, azadlığın və şərdən qaçmağın mövcud prinsiplərinə əməl edərək.